İlk növbədə bu Beynəlxalq Maliyyə İnstitutu ilə münasibətlərimiz haqqında danışsaq yerinə düşər. Bilirik ki, 1973-cü ildə təsis olunub İslam Əməkdaşlıq Təşkilatı tərəfindən, İslam Konfransı Təşkilatı o zamanki adı ilə və 1992-ci ildən ölkəmiz bu quruma üzv qəbul olunub, Ciddədə təsis olunub. Bu məlumatlar, ümumi məlumatlar var. Onlarla həyata keçirilmiş layihələr haqqında da məlumatlar var. Amma siz daha dərindən istərdik ki, bu istiqamətdə əməkdaşlığımıza toxunasınız. Buyurun. Təşəkkür edirəm. Bilirsiniz ki, hər bir dövlət üçün beynəlxalq donor təşkilatları, xüsusən geniş maliyyə imkanlarına malik təşkilatlarla, təsisatlarla əməkdaşlıq çox vacibdir. Çünki bugün maliyyə sabitliyi, maliyyə dayanıqlığı bir mənalı şəkildə ölkənin milli təhlükəsizliyinin çox vacib segmentidir və hətta bir sıra hallarda həlledici segmentinə kimi çıxış edir. Azərbaycanla İslam İnkişaf Bankı arasında münasibətlərə baxdıqda isə biz burada yalnız klassik, ənənəvi donor-resipient münasibətlərini görmürük. Bu, daha çox strateji səviyyəyə əsaslanan, qarşılıqlı etimada əsaslanan, eyni zamanda əslində dövlətçilik tarixi üçün uzun bir dövr olmasa da belə bizim müstəqillik tariximizdə çox mühüm bir dövrü əhatələyən tarixi keşməkeşlərdə birlikdə yol yürüdüyümüz bir ortaq keçmişə malikik və ötən dövr ərzində də Azərbaycan bütövlükdə İslam İnkişaf Bankı və onun üzvləri üçün bir mənalı şəkildə etibarlı tərəfdaş olub. Bilirsiniz, Azərbaycan nümunəsi bugün yalnız siyasətdə, yalnız hərbdə tək qəbullanılmır. Azərbaycan nümunəsi həm də dayanıqlı iqtisadiyyatın formalaşmasında, insan yönümlü addımların atılmasında, o cümlədən maliyyə sabitliyinin perspektivlərinin təmin olunmasında çox vacib bir nümunədir. Baxın, Azərbaycanı biz Avropanın hansısa ölkəsi ilə və yaxud da müharibədən, qarşı durmadan kənar hansısa başqa bir dövlətlə, Yaponiya ilə tutaq ki, qarışıq sala bilmərik. Azərbaycan çox çətin bir bölgədədir. Azərbaycanla Cənab İlham Əliyevə qədər bizim təbii sərvətlərimiz də mövcud coğrafiyamızda bizim əleyhimizə işləyib həmişə. Yalnız Ulu Öndər kursu ilə və Cənab İlham Əliyevin hakimiyyətə gəldikdən sonra xüsusi o qlobal xarakterli layihələri reallaşdırması ilə biz nəhayət ki, dayanıqlı bir sabitliyə nail ola bilmişik və nəticə etibarilə də yalnız elə borclara münasibətdə Azərbaycanın ümumdaxili məhsulunda Azərbaycanın xarici strukturlara olan borclarına nisbətdə biz diqqət etsək, hansı uğura şahidlik etdiyimizi və Cənab İlham Əliyevin sözünün əsl mənasında bu istiqamətdə bir ustad dərsi ortaya qoyduğuna biz görə bilərik. Təbii ki, bütün bunlar istənilən bank təsisatı üçün arzu olunan bir nümunədir və nəticə etibarilə Azərbaycanın haqq səsinə ilk səs verənlərdən biri də, yəni bizim indiki məqamda hansısa xüsusi dəstəyə ehtiyacımız yoxdur. Amma istənilən halda biz işləri bərabər aparsaq, biz bu işlərdə beynəlxalq dəstəyi gördükdə, əlbəttə bu çox müsbət qiymətləndirilməlidir. O cümlədən də Qarabağ və Şərqi Zəngəzurun bərpasında artıq İslam İnkişaf Bankının ilk beynəlxalq təsisatlardan biri kimi prosesə cəlb olunduğuna artıq şahidlik edirik. Məsələn, Qız Qalası su anbarının, Baş Mil kanalının, eyni zamanda o ətraflarda bilirsiniz, kənd təsərrüfatı ilə bağlı müəyyən işlərin aparılması, həmçinin İslam İnkişaf Bankı bilirsiniz, Azərbaycanda bütövlükdə su təchizatı ilə bağlı, kənd təsərrüfatı layihələri ilə bağlı, eləcə də nəqliyyat, logistika istiqamətində çox ciddi planlara, çox ciddi layihələrə malik bir təşkilat kimi çıxış eləyir. Bir daha deyirəm, heç bir bank ən sadə və ən lori dildə desək, perspektivsiz istiqamətdə hansı əməkdaşlıqda maraqlı olmur. O cümlədən də geniş maliyyə imkanlarına və geniş təsir imkanlarına malik İslam İnkişaf Bankı da təbii ki, digər banklardan müəyyən fəaliyyət xarakterinə görə seçilsə də əslində faydasız və perspektivsiz istiqamətdə maliyyə vəsaitləri xərcləməz. Hər bir bank üçün, o cümlədən də bugün artıq bir vaxtlar bizə kredit vermək istəməyən, bizimlə əməkdaşlıq etmək istəməyən maliyyə strukturları Cənab İlham Əliyevin özünün təbirincə desək, artıq qapımızda düzülüblər. Bizə kredit vermək və yaxud bizimlə hansısa formada əməkdaşlıq etmək üçün. Bu mənada Azərbaycan kimi etibarlı bir tərəfdaş qazanmaqla İslam İnkişaf Bankı da öz nüfuzunun gücləndirilməsi, özünün bu bölgədə imkanlarının qarşılıqlı marağa və eyni zamanda hüquq bərabərliyinə əsaslanan o maraqlarını təmin etməsi istiqamətində çox böyük bir sözün əsl mənasında tərəfdaş qazanıb. Bax, bugün artıq Bakıda, bilirsiniz ki, dünəndən başlayıb, Bakıda İslam İnkişaf Bankının illik əsas tədbirini Bakının ev sahibliyi etməsi məhz bu əməkdaşlığın bir format, deməli, bir nümunəsidir və nəzərə alsaq ki, burada təqribən 5 milyard dollara yaxın bir sazişlər imzalanacaq müxtəlif şirkətlər, tərəfdaşlar arasında
əlbəttə ki, bu da özlüyündə maliyyə tarixi üçün çox mühüm bir mərhələ, xüsusən bankın özünün tarixi üçün mühüm bir mərhələ olacaq və qeyd etdiyimiz kimi, əlbəttə indi proseslər qarşıdadır. Azərbaycan üçün, Azərbaycanın bundan sonraki fəaliyyət istiqamətləri üçün xüsusən bankla münasibətləri, eyni zamanda Azərbaycan regionunun təhlükəsizliyinə töhfəsi qismində fəaliyyət perspektivləri ilə bağlı cənab prezident çıxışında yol xəritəsi ortaya qoydu. Təbii ki, indi verilişin gedişində biz bunları müzakirə edərik. Edəcəyik, bəli. Buyurun, Bəhruz müəllim, sözü sizə vermək istəyirəm. Cənab prezidentin bu məsələdə, yəni infrastrukturumuz var, Azərbaycan illərlə sərmayələr yatırıb bu istiqamətə. Yəni hazır, necə deyirlər, layihələri həyata keçirmək üçün, daha iri miqyaslı layihələri həyata keçirmək üçün Azərbaycan tam mənada hazırdır. Bununla bağlı nə deyə bilərsiniz? Özəlliklə də diqqət çəkən məqamlardan biri də Azərbaycanın diversifikasiya, iqtisadiyyatın diversifikasiya, ixracın diversifikasiyası ilə bağlı ölkə rəhbərinin səsləndirdiyi fikirlər idi. Nə üçün bu tədbirdə bu haqda danışdı prezident İlham Əliyev? Bax, istərdik ki, bu barədə siz şərhinizi bildirəsiniz. Buyurun. Çox vacib bir istiqamətə toxunursunuz. Əvvəlcə ondan başlayaq ki, Azərbaycanla bağlı mən bayaq qeyd edəndə Azərbaycanın tarixən bu imkanları həmişə olub. Azərbaycanın yerləşdiyi coğrafiya dəyişməyib. Şərqlə qərbin üstündə, ipək yolun üzərində həmişə Azərbaycan xüsusi əhəmiyyətli olub. Amma məsələ ondan ibarətdir ki, məhz Azərbaycanın özünün üzərində hökm edə biləcəyi o qüdrəti ona imkan verməyib ki, biz o layihələrə, o yollara tam şəkildə nəzarət edək. Və buna da xüsusən imkan da verməyiblər kənardan böyük güclər və bir qayda olaraq bura ayrı-ayrı dövlətlərin, güclərin nəzarətində daim olub. Amma Azərbaycanın böyük qələbələrinin ardınca, Azərbaycanın real iqtisadi və siyasi müstəqilliyini qazanmasından sonra qələbələrinin ardınca tamamilə bilirsiniz ki, yeni bir dövr başlayıb. Eyni zamanda da xatırlayırıq hələ 1994-cü ildə əsrin müqaviləsi bağlananda nə çətinliklə bağlandı. Çünki dünyada beyin mərkəzləri bilirdilər ki, bu layihənin Azərbaycana gətirəcəyi dividend yalnız iqtisadi rifahdan ibarət deyil. Və Ulu Öndərin o əsasını qoyduğu, məsələn, Bakı-Tiflisi-Ceyhan layihəsi ilə bağlı bizim qarşımızda bugün həmin o layihəni alqışlayan, o cümlədən digər layihələri alqışlayanlar, bizim faydalananlar əlbəttə. O vaxt bizim qarşımızda sözün əsl mənasında ciddi maneə kimi dayanmışdılar. Cənab İlham Əliyevə bilirsiniz nə qədər təzyiqlər olurdu. Azərbaycana beynəlxalq informasiya müharibəsində nə qədər təzyiq cəhdləri olurdu. Amma nəticə etibarilə zamanında uğurlu, xarici, daxili siyasət, baxmayaraq ki, daxildən də bunu zamanla dəfələrlə pozmağa, nə bilim, bu və ya digər formada ixtişaşlar etməyə davamlı şəkildə cəhdlər edirdilər. Amma Azərbaycanda milli iradənin iqtidarda olması bu proseslərin hamısını bir kənara qoymağa imkan verdi. Nəticə etibarilə o layihələri... Təzyiqlərin mahiyyəti nə idi? Ya Ermənistandan keçməlidir, ya da olmayacaq. İlk növbədə ekoloji problemlər var. Bu barədə də istəyirəm ki, xalqımız bilsin. Bugün biz bu prosesə daha aydın gözlə baxa bilirik. Çünki müharibədən artıq 5 il keçib. İş orası ki, Ermənistan məsələsi o zaman hələ ikinci planda idi. Daha vacib olan plan, Azərbaycanda onlar potensialı, eyni zamanda Cənab İlham Əliyevin ciddi perspektivlərini görürdülər və bilirdilər ki, Azərbaycan daha kiminsə əlaltısı dövlətinə çevrilməyəcək. Sorosun və yaxud şimaldan, cənubdan ayrı ideologiyaların təsiri altında olan neomüstəmləkə olmayacaq. Bunu yaxşı başa düşürdülər və Cənab İlham Əliyev də məhz o dayaq nöqtəsini xalq götürərək bu layihələri reallaşdırır. Bu layihələri yalnız dediyim kimi Azərbaycanı ilə fərq gətirmədi. Bu, Orta Asiyaya müstəqillik vəd etdi. Bu, Avropanın enerji təhlükəsizliyinin qarantına çevrildi. Baxmayaraq ki, onlar bu və digər formada ciddi əngəl kimi çıxış edirdilər, elə faktik olaraq hamısı. Amma Cənab İlham Əliyevin qətiyyəti ilə bu reallaşdı və nəticə etibarilə bugün Azərbaycan şərqlə qərbin ən etibarlı, ən təhlükəsiz və ən dayanıqlı kəsişmə nöqtəsidir və nəqliyyat xabıdır. Və təbii ki, bütün bunlar Azərbaycan nümunəsidir və Azərbaycanın özünün imkanları, özünün güc və qətiyyəti hesabına formalaşdırdığı bir layihədir və bugün artıq eyni zamanda Qarabağdakı quruculuq bərpa prosesinə biz diqqət edək. Bu ərazi mən dəfələrlə demişəm və bunu davamlı şəkildə də təkrarlamağı özümə borc bilirəm. Qarabağ və Şərqi Zəngəzurun ərazisi bugün BMT-yə üzv olan 40 dövlətin ərazisindən daha böyükdür. Bu bilirsiniz nə deməkdir? Bu deməkdir ki, Azərbaycan, Cənab İlham Əliyev öz güc və imkanlarımız hesabına Livan ölçüdə,
çoxsaylı dövlətlər saya bilərik biz burada. Ölçülərinə görə, yəni Qarabağ və Zəngəzurdan daha kiçik ölçüsü olan belə bir ölkəni biz yenidən qururuq, təsəvvür eləyin. Və necə qurulur? Ən müasir standartlarla, ən müasir tələblərə, təhlükəsizlik, rifah tələblərinə cavab verən bir şəkildə. Və təbii də bugün əgər biz danışırıqsa ki, vaxtında cəmi bir neçə ay bundan qabaq bilirsiniz ki, qərar verildi. Çox qısa bir müddətdə Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi və qısa müddət öncə də həmin forum keçirildi. O forum keçirilərkən bizim yalnız şəhərsalma təcrübəmiz, tarixi ənənələrimiz yox. Azərbaycanın bugün dünyaya nümayiş etdirə biləcəyi, post-münaqişə dövründə Azərbaycanın göstərə biləcəyi nümunəni öyrənməyə söz nəsil mənasında gəlmişlər. Buyurun. Önəmli bir cümlə Əlbəttə səsləndirdi dövlətimizin rəhbəri. Dedi ki, bəyan edilən dəyərlər reallıq fərqlidir. Yəni, bu Minsk qrupunun yəni, illərlə oynadığı oyuna toxunaraq gedin razılaşın, hərb yolu yoxdur, müharibə olmaz, sanksiyalar tətbiq edərik, sizə müharibə etsəniz kimi bizə təzyiqlərin olduğunu açıqladı. Çox doğru. Rəhbər. Bax, bu özü də bunu həm də o faktları səsləndirdi ki, məscidlərimizdə donuz saxlayan Ermənistan idi, Urbisi törədən, Xocalı soyqırımını törədən Ermənistan idi, heç bir sanksiya tətbiq olunmurdu və bizə də deyilən sözlər bu idi. Prezident İlham Əliyev bu toplantıda nə üçün bu faktları bir daha səsləndirdi? İstərdik ki, millətimiz üçün aydınlatasınız. Buyurun. Bilirsiniz, bugün daha çox biz burada qlobal cənubun daha çox təmsil olunduğunu görürük və bilirsiniz, bizim əsaslandığımız dəyərlər ümumbəşəri dəyərlərdir. Beynəlxalq hüququn tanınmış normalarında əksini tapan dəyərlərdir. BMT nizamnaməsinə baxın. BMT nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndi, 7-ci bəndi, dövlətlərin daxil işinə qarşılmasına yol verilməzliyi, dövlətlərin suveren bərabərliyi, bütün bunlar olan yerdə bizim ərazilərimizin işğalda qalması, bizim ərazilərimizə təcavüz olması, eyni zamanda çoxsaylı mədəni layihələrdən, mədəni dəyərlərdən danışanların gözünün qarşısında qəbirstanlıqlarımızdan dini abidələrimizə qədər, evlərdən vətəndaşların gündəlik dolanışığına qədər hər şeyi yerlə yeksan elədilər, amma heç kim o dəyərlərdən danışanlar, müstəqillikdən danışanlar, irqçilikdən danışanlar, insan amilindən danışanlar o dəyərləri bir dəfə də Azərbaycan nümunəsində, Azərbaycan insanının, Azərbaycan dövlətinin maraqları nümunəsində təhlilə çıxartmadılar. Ona görə də Azərbaycan o dəyərləri öz güc və imkanları hesabına bərpa etməli oldu. Bilirsiniz, mən xüsusən demokratlar hakimiyyəti dövrünə qayıtmaq istəyirəm. Amerika Birləşmiş Ştatları hələ 1869-cu ildə, onlarda bilirsiniz də məhkəmə prezidentləri çox mühüm önəm daşıyır. Amerika Ali Məhkəməsi 1869-cu ildə Texas White-a qarşı belə bir işi var və qəti şəkildə baxmayaraq ki, onlarda ştatların hamısı demək olar ki, müstəqildir, həmin ştatların ayrılmasını sözün əsl mənasında Amerikaya düşmənçilik kimi qiymətləndirib. Yaxşı, indi həmin o demokratlar hakimiyyətdə olduqları dövrdə Azərbaycanın 20% ərazisini, dediyimiz kimi, az qala Sloveniya boyda bir ərazini, Livan ölçüdə bir ərazini, az qala İsrailə çatacaq ölçüdə bir ərazini işğal altında saxlanmasına, Azərbaycandan ayrılmasına açıq şəkildə dəstək verirdilər. Separatizm açıq şəkildə dəstək verirdilər. Baxmayaraq özlərinə gələndə bununla bağlı hətta yalnız qanun yox, Ali Məhkəmənin bununla bağlı prejudisial əhəmiyyətə malik preventiv qərarı da qəbul edirlər. Yəni belə olan təqdirdə biz görürük ki, bəyan olunanla praktikada yaşanan dəyərlər arasında ciddi fərq var idi və cənab İlham Əliyev də dəfələrlə uzun bir müddət ərzində özünün də elə biraz öncə qeyd etdiyimiz çıxışında, baxdığımız o çıxışında da gördük. Bu mənasız danışıqlara şans verməyə çalışdı. Qan tökülməməsinə şans verməyə çalışdı, amma hər şey bir yerə qədər. Azərbaycan nəticə itibarilə yalnız öz haqlarını, öz xalqının, öz dövlətinin haqq və hüquqlarını, maraqlarını, qanuni mənafelerini yalnız bərpa eləmədi. Bu beynəlxalq hüququn aliliyini bərpa elədi. Burada həm də, misal üçün, bu günlərdə biz görürük, yenə də Fransadan Azərbaycana qarşı iftiralar, böhtanlar öz aləmlərində indi əslində güya təzyiq etmək istəyirlər. Bunu da siz daha yaxşı görürsünüz hər halda. Bir də İslam ölkələrinə o bankla bağlı tədbir olsa da, amma İslam ölkələrinin geniş təmsilçiliyi var idi. Orada məscidlərdə donuz saxlayan Ermənistana sanksiya tətbiq olunmadı məsələsinə toxundu. Burada İslamofobiya amillərini həm də önə gətirdi, elə deyilmi? Yəni, Avropa təsisatları, institutları, həmin o Fransası və digərləri, nə deyir,
həmişə deyirik proqramlarımızda. We have Bəli. values, bizim Dəyərlərimiz var, bəli. Bu pəncərədən baxanda cənab prezidentin İslam ölkələrinə verdiyi o mesajın mahiyyəti, əhəmiyyəti nədir sizə görə? Mən sizi əmin edirəm, bugün Bakıdan verilən İslam ölkələrinə o mesaj bizim uzun bir dövrdə Qərb ölkələrinə verdiyimiz mesajdan daha təsirli idi. Nəyə görə? Biz açıq-açığına uzun bir dövr ərzində Fransanın, o cümlədən Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı zamanlarda bir çox Avropa dövlətlərinin açıq, riyakar mövqeyinə şahidlik etmişik. Bugün də məsələn ABŞ-da Nümayəndələr Palatasının üzvü separatçıların deməli azad olunması ilə bağlı bir qətnamə layihəsi ortaya çıxarır. Nə bilim, Fransanın, siz o coğrafiyanı çox yaxşı bilirsiniz, Fransanın siyasətində Azərbaycana münasibətdə davranışlara biz şahidlik edirik və bunların lazımi cavabını veririk. Amma çox təəssüfləri olsun ki, Azərbaycan əraziləri işğalda olarkən, Azərbaycan əraziləri təcavüzə məruz qalarkən bu öz yerində İslam ümmətinin dini abidələri, qəbirstanlıqları yerlə yeksan edilərkən biz İslam dünyasından bəli, zaman-zaman siyasi bəyanatların şahidliyi etdik ayrı-ayrılıqda. Amma real addımları, xüsusi real addımları görmədik və bu mənada cənab İlham Əliyevin bugün Bakıdan verdiyi bəyanat həm də əslində o proseslərə daha bir qiymətin verilməsi idi ki, biz burada kiminsə Azərbaycanın müdafiə etməsini, Azərbaycanın özünün gücü çatır ki, istənilən öz haqlarına yönəli təzyiq, təsir cəhdlərini neytrallaşdırsın. Amma bir də bəşəri dəyərlər var, İslam dəyərləri var. Onların müdafiəsini heç olmasa qalxmaq lazım idi. Bir də sual vermək istəyirəm. Anam, sizə də çoxlu suallarım olacaq, əmin olun. Burada bu fikirləri səsləndirərkən elə çıxışının əvvəlində vurğuladı ki, bu 5 ölkə ki, yoxdur, Təhlükəsizlik Şurasının üzvü olan ölkələr, böyük dövlətlər dünyada özlərinin bir ayrıcalıq, yəni yerini öz aləmlərində, misal özləri bunu bu cür təqdim edirlər dünyaya. Təxminən, yəni bu istiqamətdə fikirlər səsləndirdi. Amma dedi ki, həm də bir güc formalaşır. Yəni başqa alternativ güc formalaşır. Bunun, yəni bu istiqamətdə əgər təhlil etsək, biz belə başa düşə bilərik. Həm də mənim fikrimcə, siz necə hesab edirsiniz? Bu formalaşan yeni dünya düzənində, bax bu pəncərədən baxanda belə beynəlxalq tədbirlər keçirən, yəni WUF kimi, ondan öncə COP29 kimi, qoşulma hərəkatına sədrliyimiz və görücümüz işlər, həmçinin cənab prezident vurğuladı, Təhlükəsizlik Şurasında üzvlüyümüz məsələsində aldığımız beynəlxalq dəstək və s. Bunları hamısını birlikdə çoxlaşdırsaq, bu formalaşan yeni dünya düzənində ölkəmizin yeri hazırda necədir və bu mənada İslam ölkələri ilə əməkdaşlığımız mövqelərimizin möhkəmləndirilməsində hansı rol oynayacaq sizə görə? Bilirsiniz, möhtərəm prezident çıxışında böyük təvazö nümayiş etdirdi. Əslində, mən hesab edirəm ki, burada biz o təvazökarlığı bir kənara qoyaq. Nəyə görə? Bugün qlobal miqyasda o böyük beşliyin sözün əsl mənasında hegemonluğuna məhz Azərbaycan prezidenti son qoyub. Yeni dünya düzəninin təməlində Azərbaycan prezidentinin qoşulma hərəkatının sədri kimi ilk növbədə, bilirsiniz də, COVID-19 dövründə deməli, Azərbaycan prezidenti qlobal səyləri birləşdirdi və bu istiqamətdə vaksin millətçiliyi ilə bağlı real, çox konkret, praktik bir iş əmsalı ortaya qoydu. Böyük dövlətlər başını itirən zaman həm də tamamilə. Və belə olan təqdirdə dünya gördü ki, yox, dünya yalnız New Yorkdakı BMT mənzil qərargahından və yaxud Vaşinqtondakı Ağ Evdən və yaxud Yelsey sarayından ibarət deyil. Dünyanın başqa qütbləri də var. Həm də dünyanın başqa elə qütbləri var ki, onlar yalnız öz maraqlarını yox, ümumbəşəri dəyərləri artıq rəhbər tutmağa başlayıblar. Və nəticə itibarilə artıq dünyada neokolonizmlə mübarizə, sözün əsl mənasında biri var, mübarizə nəzəri əsaslarda real, praktik mübarizə məhz Azərbaycan prezidentinin qoşulma hərəkatına sədrliyi dövründə başlandı. Qlobal bərabərsizlik, sözün əsl mənasında vicdansız və haqsız qərəzli bərabərsizlikdən biz söhbət gedirik. İqtisadi bərabərsizlik, bacarıqlar əsaslanan bərabərsizlikdən getmir söhbət. Bununla bağlı yeganə mövqeyi Azərbaycan qoydu və Azərbaycan prezidentindən sonra bu istiqamətdə çox güclü bir axın formalaşdı. Qlobal cənubun cənab İlham Əliyevə qədər mövqeylərini indiki səviyyədə müdafiə edən və qlobal cənubun sözünü, söz haqqı olmasını, ən azı BMT səviyyəsində bir neçə səslə təmsil olunmasını BMT Təhlükəsizlik Şurasında cənab İlham Əliyevə qədər səsləndirən olmamışdı. İstər ərəb dövlətləri qismində, istər türk dövlətləri qismində, istər ayrı regionlara münasibətdə cənab İlham Əliyev haqlı olaraq BMT idarəçiliyinin yenilənməsi, eyni zamanda BMT Təhlükəsizlik Şurası qətnamələrinin kiminsə iradəsindən asılı olan yox,
real, qanuni, hüquqi əsaslara söykənən mexanizmlərlə təmin olunması təklifini irəli sürdü. BMT-nin dayanıqlı inkişaf məqsədlərinə əlavələrini elədi. Azərbaycanın minalarla çirklənmiş ərazilərinə münasibətdə yeni bir ali məqsəd ortaya qoymaqla. Yəni, təbii ki, biz bunu bir mənalı şəkildə özümüzü tərifləmədən, reallığı hər hansı formada bir kənara qoymadan qürurla deyə bilərik ki, yeni dünya düzənində əsas oyunculardan biri və hərəkət verici güclərdən biri Azərbaycan və Azərbaycan Respublikasının prezidentidir. Bəli, İslam ölkələri ilə əməkdaşlığımız bu mənada necə rol oynayacaq? Bir mənalı şəkildə bilirsiniz ki, Azərbaycan dövlət olaraq, xalq olaraq biz İslam dünyasının bir parçasıyıq. Eyni zamanda Türk dünyasının bir parçasıyıq və Cənab İlham Əliyev də dünyanın ən nüfuzlu təhsil ocaqlarının birinin məzunu və oranın sözün əsl mənasında yetişdirməsi kimi və eyni zamanda qlobal siyasətin bugün söz sahibi olan lider kimi, böyük alim kimi beynəlxalq münasibətlər sayəsində bu prosesləri çox aydın şəkildə təhlil edə bilir və biz hansı istiqamətdə ortaq nöqtələr tapa biliriksə, o ortaq nöqtələr bizim birləşdirici, bizim səylərimizdə möhkəmləndirici amil rolunu oynayır və təbii ki, İslam dünyası da bu mənada bizi öz ali niyyətlərə, biz deyəndə yalnız Azərbaycan yox, bütövlükdə bəşəriyyəti ali niyyətlərə, məqsədlərə doğru aparan bir segmentlərdən birinə çevrilib. Təbii ki, əgər bu bağ varsa aramızda, məsələn, Türk dünyası ilə dilimiz, ortaq kökümüz bu çox ciddi bağdır və bundan bir mənalı şəkildə çox uğurla bütün xalqların eyni zamanda dünyada təhlükəsizliyin daha da dayanıqlı olması naminə istifadə edildiyinə şahidlikdir. Eyni zamanda da İslam dünyasının, müsəlman ölkələrinin o milli dəyərləri, burada artıq milli dəyər, çünki İslam hər kəsin milli dəyərinə çevrilib. O ümummilli xarakter almış, qlobal xarakter almış həm də o dəyərlərin bizim güc və imkanlarımızın təməlində dayanan hərəkət verici qüvvə kimi çıxış etməsi istiqamətində Cənab İlham Əliyevin bugün etdiyi çıxış əslində tam səmimiyyətlə deyə bilərik ki, bir yol xəritəsi rolunu oynadı. Biz Ermənistan cinayətlərini unutmayacağıq və unutturmayacağıq, dedi dövlətimizin başçısı. Bu fikirlərin mahiyyəti nədir? Amma eyni zamanda yeni bir sülh dövründə biz başlatdıq, dedi Prezident İlham Əliyev. Azərbaycan Respublikası tamamilə yeni bir dövrə qədəm qoyub və Cənab İlham Əliyev də bu ali platformadan bir daha etnik nifrət, düşmənçilik, dini düşmənçilik yox, yeni bir dövrün, dostluq dövrünün başlandığını, amma eyni zamanda yenidən faciələrin təkrarlanmaması üçün güc, imkan və qüdrətimizin çox daha yüksək olduğunu bəyan etməklə əslində bölgənin yeni təhlükəsizlik xəritəsini cızmış oldu.